Kəlam o qədər gözəl bir sözlər deyir. Deyir, İsa ona dedi, dirilmə və həyat mənəm. Mənə iman edən ölsə də yaşayar. Yaşayıb mənə iman edən də heç vaxt ölməz. Və burada sual verir, siz bunu bilirsinizmi? Baxın, dirilmə və həyat mənəm. Bəzən biz yaşam sürə-sürə, yəni ki, həyat sürə-sürə biz daxildən tamamilə ölüyük. Həqiqətən də bu belədir. Rəbb üçün ölüyük. Biz bilirik ki, işte, biz bu mərhələni artıq keçdik. Biz həqiqətən də Rəbb üçün ölüydük. Çünki biz ruhən ölüydük və Rəbb bizə öz nəfəsini verdikdə, biz Məsihi qəbul etdikdə, o zəncirlər qırıldı və biz yenidən ruhdan doğularaq, biz elə bil ki, yenidən dünyaya gəldik, belə deyək də, və artıq fiziki bir insan kimi deyil, ruhani bir insan kimi. Və Rəbb deyir ki, dirilmə mənəm. Sizə dirilişi verən yalnız mənəm, mənim adımdır. Nə vaxt ki, siz məni çağırırsınız, nə vaxt ki, siz mənim hüzuruma qaçırsınızsa, o vaxtı mən sizə o dirilməni verəcəm. Bəzən biz Rəbbin qarşısına qaçırıq, amma nəyəsə ehtiyacımız var deyənə, ruhən dirilək deyənə deyil, ruhən yenilənək deyənə deyil. Sadəcə müəyyən bir vəziyyətə düşmüşük, müəyyən bir yerə gəlib çatmışıq və oradan keçmək üçün bizə Rəbbin köməyi lazımdır. Və Rəbb onu bizə verdikdə, bu yerdən bizi keçirdikdə, biz yenə də eyni köhnə həyatı sürməyə davam edirik. Və bu dirilmə deyil. Bu, bilirsiniz necə? Necə ki, bazarda alış-verişdir. Rəbblə alış-verişdir. Mən sənə, sən də mənə. Yox, sən mənə verməsən, mən də sənə verməyəcəm. Yəni ki, məhəbbətdən gedir də söhbət. Birinci sən mənə ver məhəbbətini, sonra mən verərəm. Yox, əgər sən mənə öz məhəbbətini vermirsənsə, yox, sən mənə öz əlini uzatmırsansa, yox, sən mənə xeyir-dua vermirsənsə, onda mən də səni axtarmayacam. İnanın, bəlkə 50%-dən çoxu məhz bu cürlə yaşayır. Rəbbi yalnız problemə düşəndə yadlarına düşür, xəstəliyə düçar olanda yadına düşür. Nəsə hansısa bir problem ortalığa çıxanda Rəbb yada düşür. Qalan vaxtı dünyavi olaraq öz həyatlarını sürürlər. Dostla dost, düşmənlə düşmən, gülənlə gülür, ağlayanla ağlayır. Yəni ki, Rəbb dediyi kimi düşmənini sev deyə bir şey həyatında yoxdur. Yəni ki, hər şey əvəz eləməklə. Sən mənə, mən sənə. Və görün, deyir, həyat da mənəm. Rəbb niyə yer üzünə indi? Bizə onu göstərmək istədi ki, günahlı həyatdan başqa bir başqa həyat da var. Və o həyat məndədir. Və nə vaxt ki, siz məndə həlim olduqda, o həyatı mən sizə verəcəm. O həyat məndədir. Siz məndə həlim olduqda, siz məndə köhnəlikdən təzəliyə dirildikdə, o həyatı mən sizə söz verdiyim həyatı, mən sizə söz verdiyim rahatlığı, mən sizə söz verdiyim xeyir-duanı mən verirəm. Çünki həyat mənəm. Və bu həyatı, firavan həyatı mən sənə verə bilərəm. Amma o şərtlə ki, sən məndə doğuldun və sən mənimlə bu həyatı gedirsən. Sən məni o vaxtı çağırmırsan, nə vaxt ki, sənə lazımdır və yaxud sənin ehtiyacın var. Sonra da deyirsən ki, ya Rəbb, sən biraz kənarda dur, mən getdiyim yol sənə aid deyil.
Lazım olanda mən səni çağıracam. Yox. Hər bir addımın Rəbləndir. Hər bir nəfəs almağın, nəfəsi verməyin Rəblədir. Deyir, mənə iman edən ölsə də yaşayar. Həqiqətdə iman edən insan, deyir, ölsə də bu dünya üçün, inanın, həqiqətdə mömin olan insanlar, bu dünyada yaşayan insanlar üçün ölüdür. Niyə? Çünki onlar bu dünyada olan insanlar kimi pislik eləmir. Pislik eləmək istəmir. Dedikodu eləmək istəmir. Kimisə şərə salmaq istəmir. Kiməsə böhtan atmaq istəmir. Hər şeyi firavan olaraq yola vermək istəyir. Məhəbbətlə hər kəsə yanaşmaq istəyir. Hirslənmək istəmir. Qəzəblənmək istəmir. Kiməsə lənət eləmək istəmir. Kiməsə paxıllıq eləmir. Kiminsə varına, dövlətində gözü yoxdur. Və bu dünya üçün elə insan ölü birisidir. Amma Rəbb deyir, sən bu dünya üçün ölü olsan belə, sən məndə yaşayırsan və məndə yaşadığın üçün heç vaxtı ölməzsən. Çünki necə ki mən bu dünyanın bütün pisliklərini çarmıqda qoyub 3 gün öldüm və 3-cü gün dirilərək əbədiyyatı qazandımsa, əgər sən mənimlə və mən sənin içindəyəmsə, onda bu əbədiyyət səndə də vardır. Deməli, sən də heç vaxt ölməyəcəksən. Baxın, o sual verir ki, siz buna iman eləyirsinizmi? Hər zaman fikirləşirdim ki, o deyir, o təsdiqləyir. Amma niyə sonra o sual verir? Çünki həqiqətdə bir çox imanlılar bunun gücünü başa düşmürlər. Onlar bu dünya üçün tam olaraq ölmək istəmirlər. Hə, bəzi şeylərdən imtina eləyirlər, bəzi şeylərdən aralanırlar. Amma bəzi şeyləri bilərəkdən öz həyatlarından atmaq istəmirlər, imtina eləmək istəmirlər. Və bu iman deyil. Bu Rəbbə iman eləmək deyil. Dəyişmək bir başqa bir şeydir. Biz bir ömür boyu bir proseslərdən keçirik və dəyişirik. Kəlam demişkən, biz ruhdan ruha böyüyürük. Yəni ki, biz pillə-pillə qalxırıq yuxarı. Amma biri də var ki, biz bir şeylərdən tövbə eləyirik. Amma yenə də bir addım arxaya atıb, yenə də tövbə elədiyimiz bir şeylərə əl atırıq. Və yenə də bizə sərf elədiyimiz vaxtı o günahdan istifadə eləyirik. Sonra yenə də gedirik Rəbbin qarşısına, deyirik ki, ya Rəbbim, mən tövbə elədim. Amma bir müddət keçir, yenə də o şeylərdən öz mənfəətini güdərək istifadə eləyirlər. Bu iman deyil. Nədir ki, bu tövbə deyil. Çünki biz bilirik ki, Rəbb deyir ki, tövbə eləyirsinizsə, layiqli tövbə eləyin. Necə ki, mən bağışladım, yaddan çıxartdım, eynən biz də yaşamalıyıq. Tövbə elədiksə, biz artıq tamamilə bu şeylərdən imtina eləməliyik. Və mübarizə harda başlayır? Mübarizə özümüzlə başlayır. İblis bizimlə mübarizə apara bilməz. Bizim üzərimizdə səlahiyyət var. Bizim üzərimizdə Rəbbin qanı var. Və iblis nə Rəbbin qanına qarşı, nə də ki bizdə olan səlahiyyətə qarşı çıxa bilmir. Amma nə vaxt biz qapını açırıq və iblisə deyirik ki, xoş gəldin. Gəl mənim evimin ta mərkəzində otur. Həqiqətən də dirilişi və həyatı verən bizə yalnız Rəbb İsa Məsihdir. Özgə heç kim bizə nə həyat verə bilir, nə də ki bizi ölülərdən dirildə bilir. Biz Məsihi tanımadan öncə biz ruhən ölü idik. Amma Rəbb bizim həyatımıza gəldikdə və biz ruhən doğulduqdan sonra biz yenidən dünyaya gəldik və bizim adımız
ölülər deyil, dirilər kitabında yazılıb. Ona görə də bizə ölüm yoxdur. Çünki bizim adımız artıq dirilər kitabındadır və həqiqətən də buna görə Rəbbimin şükür olsun.